Studio Murad Ziya təqdim edir. Daha səni axtarmayacam. Daha sənə yazmayacam. Get, dayanma, get. İstəyirsən get, başqasını seç. Dəllər kimi onu sev. Get, dayanma, get. Günahım nə idi axı mənim? Günahım yoxsa saf qəlbimlə sənə inanmağım, sənə aşiq olmağım, səni sevməyim, sən isə göz görə-görə məni odlara atdın. Qəlbimi qırmaqla axı nə qazandın? Söylə, söylə, mələk libaslı şeytan qadın, söylə. O günü görməzdim, kaş səni başqa biri ilə. Gözlərim kör olaydı. Necə də şirin-şirin söhbət edirdiniz. Tutmuşdu əlləri əllərindən. Mən isə kənardan seyr edirdim sizi. Beynimdə min fikir, min sual. İlahi, görəsən bu odur? Səncə dəyərmi mənim göz yaşlarıma sənin bu yalanların? Get, dayanma, get, mələk libaslı şeytan qadın. Mələk libaslı, şeytan qadın. Studio Murad Ziya təqdim edir. Məni tərk edib gedən yar, məni əğyara satan yar, qəm qüssə, kədər mənə yar. Yuxuma niyə gəlirsən? Qəmli baxışla baxırsan, yuxuma qonaq olursan, qəlbimi oda yaxırsan. Yuxuma niyə gəlirsən? Sursan, heç danışmırsan. Yoxsa peşman sən olubsan, saatlarla hey baxırsan. Yuxuma niyə gəlirsən? Bir daha sevmirəm səni. Tərk edib gedərkən məni dəfn eylədim, yar mən səni. Yuxuma niyə gəlirsən? Nifrət adlı bir sevgim, alovu səni yandırar, quruca bir cismin qalar. Yuxuma niyə gəlir? Studio Murad Ziya təqdim edir. Səni mən arzulamışam, dünən gecə ağlamışam, səni yadıma salmışam. Dünən gecə ağlamışam, rəsminə də mən baxmışam.
rəsmini qucaqlamışam. Bağrıma da mən basmışam. Dünən gecə ağlamışam. Bu ayrılıq olmayaydı. Ölüm səni almayaydı. Bizi ayrı salmayaydı. Dünən gecə ağlamışam. Studio Murad Ziya təqdim edir. Mən bir də tənhalıq, dərdlərimlə baş-başa gəzirəm yenə küçələri. Baxıram insanlara, hər kəs öz aləmində. Kimisi gülür, kimisi danışır. Mən isə dinləyirəm həzin bir musiqi. Musiqi aparır məni uzaqlara. Uzaqlarda biri var, uzaqlarda biri var. Dinlədiyim musiqilər məni aparır ora. Baxışlarla süzürəm göysünü. Buludlar da dolub boşalır. Hava da yavaş-yavaş qaralır. Ağ-qara buludlar mənim halıma yanır. Birazdan çıxacaq gökyüzündə ulduzlar. Qaranlıq küçələrə işıq saçacaq. Yenə qara gecələr səssizliyə qərq olacaq.